Etrafta gördüğün her bir canlı olan her şey, her bir canlı şuurun müəyyən bir səviyyəsində öz DNK-sına, genetikasına yazılmış bir program əsasında həyatını davam elətdirir. Həmçinin bizdə. İnsanın iki şuuru var. Biri məhz bax o təbiətə bağlı, canlılara bənzər bir şuuru var. Bu bizim heyvani şuurumuzdur. İkinci bir şuur bizi Adem eləyən, Adem övladı eləyən prefrontal korteks var. Bu prefrontal korteks, yani insan olmağımız, insan, Adem şuuru təxmin eləyirlər istiləşmə dövründə bizdə yaranıb. Və torpaqdan, Adem torpaqdan yaranıb, Adem, prefrontal korteks. Ama digər şuurumuz, heyvani şuurumuz, şeytan, otdan yaranıb, ottan, patlayış anında, kainat yarandığı patlayış anında, bütün fizika, kimya, elmin bütün kanunları ortaya çıkıp məşhur onları nizama salıp, kaostan düzen yaradan şuurdur. Məhz o şuur, otdan yaranan, 6000 ildir mən sənə ibadət edirəm, amma sən torpaqdan yaranmış bir varlığa məni itaət eləməyə boyun əydin deyib Allah'a üsyan eləyəm, bizim şuuraltımızdır. Patlayış anında yaranan, ottan yaranan ve iller sonra canlılık ərsəyə gələndə o şuuraltı başladı bizi yaşatmağa. Bugün de bizim içimizdədir, bizim ruhumuzdur. Bəli, o bizi bir itdən necə fərqləndirir? Necə olur biz şuuraltı ilə davrananda bir it kimi hərəkət eləyirik, şeytana azırıq, Adəmə müraciət eləyəndə biz insan oluruq. Fərqini deyim sizə. İnsan, Adem olmaq, sorumlu olmaqdır. Yəni, cənnətdən, ana bətnindən aşağı buna görə qovulduq. Çünki şeytana xoş olmadı. Çünki şeytan otdan yaranmışdı, yəni şuuraltı. Amma prefrontal korteks, yəni bizim ağıl olan hissə, o 86 milyar insan olan tərəfimiz ki, tək insana verilir. Və buna görə də o kişi Allah rəhmət eləsin deyir ki, ya sizi xəlifə olarak yarattı, xəlifə yerə xəlifə göndərdi və bugün boynuna zəncir taxıb gedib Hüseynin itiyəm deyənlər, zillətdəsiz, zillətdə səni yer üzünə xəlifə yaradana qarşı sən it olmağı yenə boynuna götürdün. Sənə şərəfli dedilər, amma sən şərəfsizliyi seçdin. Bax, Adəm olmaq, sorumlu olmaqdır və xəlifə olmaqdır. Niyə xəlifə olmaqdır? Ona görə ki, əzim. Baxın, it və pişiklər, bütün canlılar proqram üzrə yaşayır, proqram üzrə cütləşir, proqram üzrə hərəkət və davranışlarını həyata keçirdir. Yəni bir it menstruasiya dövründə onun qoxusuna bütün itlər yığışır məhləyə və cütləşmə də artır. Pişik menstruasiya dövründə onun iynə bütün pişiklər yığışır, yoldaşırlar. Bu artıq cütləşmədir. Amma mən insanam, məni xəlifə yarattı. Bu sistem və mənə xəlifəlik verib. Xəlifəlik nədir? Mən də yaradıram, amma proqramla yaratmıram. İlin istənilən vaxtı mən dizimi yerə atmasam, sən gətir 50 də ərəb dilində Quran oxu. Belə gəl otur səhərdən axşama kimi 1000 dənə peyğəmbərə salavat göndər. Belə 12 dənə imamı çağır tök bura. Nə inirsən elə, mən dizimi yerə atmasam, mənim evladım olmur. Bəli, mən xəlifəyəm. Bəli, mən yaradanam. Bunu demək istəyir o kitab. Bunu ki, sən it deyilsən, it kimi proqramla yaşamamalısan. İnsansan, sənə xəlifəlik verilib, sən yaradansan. Bəli, mən o işi görürəm. İnsan hər it və pişik ildə 2 dəfə cinsi əlaqədə olur və həmin zamanda onun balalayır. Başqa variantı yoxdur. Amma indi gəl biz insan, hər cinsi əlaqədə olanda bizim uşağımız olsa bunu yığıb yığışdırmaq olar. Budur da insan olmaq. Və yəni it kimi gedib çol dibində bunu eləmək olmaz. Sorumlu da artıq. Yəni Adəm artıq məsuliyyətini bildi. Şeytan ona vəsvəsə verdi ki, sən oğlun var, oğlun var. Onda onlar cənnətdən düşdülər aşağı. Cənnət haradır? Ana bətni. Çünki ana bətnində orada nə var idi? Yiyib içirdilər də qidalanırdılar da. Bu ikisi də. Şeytan da, Adəm də
başın içində, insan bədənində olan şeydir. Yəni uşağın bədənində. Onda o qəzəbi tutdu kainatın. İndi bu ki neyləsin? Bu Peyğəmbər başa salmaq istəyir də bu insanlara. Doğdu qadın, düşdülər aşağı. Aşağı yerə indilər. Ana bətindən düşdülər aşağı. Və başladılar mübarizəyə. Bu gün mübarizədir. Qiyamətdir. Bu gün mübarizədir. Və şeytan dedi ki, yaradana, mənə möhlət ver qiyamət gününə kimi. Mən bunları azdıracağam. Bəli, azdırıb. Bu gün üzünü tutub belə kütləvi şəkildə gedənlər şeytanın hökmündədirlər. Bəli, çünki insan olmaq, xəlifə olmaqdır. İnsan olmaq, bu mənim danışdıqlarımı düşünüb dərk eləməkdir. Çünki bu hamının başında var. Bu bilik hamısının başında var. Quran Allah'ın sözüdür. Yəni Allah'ın, ağılın sözüdür. Ağılın, şuurun sözüdür. Şuurun. Bəli, o şuur ki, əgər sən onu dərk eləməmisənsə, sən, bəli, boyun əyirsən. Çünki o şuurun bütün cavabları da sənin içindədir. O kişi də bunu xatırladırdı. Allah ona rəhmət eləsin. Və sənə insan olduğumu deyirdi. Sən yer üzünə xəlifə göndərmişik. Sən, yaradan səni özünə bənzər yaradıb. Hanı sənin bənzərliyin? Hanı sənin bənzərliyin? Göstər görüm o bənzərliyi. Bəli, Adəm prefrontal korteksdir, şeytan şuuraltıdır. Bütün davranış və hərəkətlərindən cavabdeh olan və bizi gün ərzində məhz yaşadan şuuraltıdır. Ətrafda gördüyün insan ola bilmir. Dünyanın 95%'ni şeytan dediğimiz şuuraltı azdırıb. Bəli, qiyamət yaxındır, düzdür. Çünki bu mümkünsüz, bu dəhşət bir şeydir. Bir insan özünün itdən fərqini anlaya bilmir. Və buna görə kitablar axtarır, sınavlar axtarır, nə bilim, sığınmağa şeylər axtarır. Amma öz içinə dönmür. Bu dəhşətdir.